keçirilməlidir. Və keçid alırıq digər bir mövzumuza, hörmətli tamaşaçılar. Anonslarda qeyd etmişdik ki, gecə növbəsinə kimlər və nə vaxt işləyə bilər? Gecə işləri ilə bağlı qanunvericilik özündə bir sıra məqamları ehtiva edir. Xüsusilə işçilərin sağlamlığı və hüquqlarını qorumaq baxımından. Azərbaycanda və bir çox digər ölkələrdə bu sahədə müxtəlif qaydalar mövcuddur. Bəli, işçilərin gecə işlərinə cəlb edilməsi ilə bağlı əsas tələblərə nəzər salsaq, burada təbii ki, fiziki və psixoloji olaraq işə uyğunluq məsələləri önə çıxır, hörmətli tamaşaçılar. Müvafiq dəyişikliyə qədər, deməli, gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18-dən az olan işçilərlə yanaşı, hamilə qadınların və 3 yaşa çatmamış uşağı olan qadınların da cəlb edilməsinə yol verilmirdi. Müvafiq dəyişiklikdən sonra isə yalnız yaşı 18-dən az olan işçilərin gecə vaxtı iş yerinə yetirən həmin işlərə cəlb edilməsinə yol verilmir. Hamilə və 3 yaşınadək uşağı olan qadınlar isə həm öz razılığı, həm də uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda həmin gecə işləri yerinə yetirə bilər. Göründüyü kimi maraqlı məqamlar var. Ətraflı süjetdə izləyək. Bütün sutkanın fasiləsiz işləyən sahələr var. Xəstəxanalar, apteklər, nəqliyyat, bəzi xidmət obyektləri və s. Bu və digər sahələrdə çalışan insanlar üçün iş saatı axşamdan başlayıb səhərədək davam edir. 2008-ci ildən bu yana təqribən 17 ildir ki, mən artıq əczaçı fəaliyyət göstərirəm. Yaxın zamanlarda təhsilimlə əlaqədar yenidən təhsil almaq istədim bəzi məqamlarda, bəzi daha ixtisas artırma ilə bağlı olaraq mən 5 ilə yaxındır ki, gecə növbəsində çalışıram. Deyə bilərəm ki, gecə növbə çalışmaq ilk bir həftədə, 10 gün ərzində biraz insan çətin olur. İstər-istəməz yuxu rejimi pozulur, adaptasiya biraz çətinlik törədir insana. Amma 10 gündən sonra artıq yəni bədənimiz olaraq, bədənimiz yəni gecə və gündüz rejimini sanki öz arasında qaydasına qoyur və bundan sonra rahat işləmək olur. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər 6-yədək olan müddət gecə vaxtı hesab olunur. Bu 18 yaşı tamam olmuş şəxslər üçün tətbiq olunur. Lakin yaşı 18-dən az olan şəxslər üçün gecə növbəsi üçün fərqli iş saatı müəyyənləşdirilib. Əmək Məcəlləsinə edilən son dəyişikliklərdə gecə işlərinə cəlb edilən şəxslərlə bağlı yeni tələblər var. Yaşı 18-dən aşağı olan şəxslər gecə vaxtı yerinə yetilən işlərə cəlb oluna bilməzlər. Bir məsələni qeyd edeyim ki, Əmək Məcəlləsinə görə 15 yaşına çatmış şəxslər işçi kimi əmək müqaviləsinin tərəfi ola bilərlər və həmçinin onu da qeyd edeyim ki, yaşı 18-dən aşağı olan şəxslər üçün gecə vaxtının müddəti axşam saat 20-dən səhər saat 7-yə qədər olan müddətdir və qeyd etdik ki, bu şəxslər gecə vaxtı yerinə yetilən işlərə cəlb oluna bilməzlər. Əlilliyi müəyyən olmuş işçilər gecə vaxtı yerinə yetilən işlərə yalnız öz razılığı və eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi nəzərə alınmaqla cəlb oluna bilərlər. Hamilə qadınlar, 14 yaşından uşağı olan qadınlar, əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar və eyni zamanda 3 yaşından uşağı tək başına böyüdən kişilər gecə vaxtı yerinə yetilən işlərə yalnız öz razılıqları ilə cəlb oluna bilərlər. Hamilə və 3 yaşına dək uşağı olan qadınlar isə həm öz razılığı, həm də uşağın həyat və sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilərlər. Gecə işlərinə cəlb olunmada tətbiq edilən məhdudiyyətlər təkcə iş saatları ilə yekunlaşmır. Əmək Məcəlləsində hamilə və azyaşlı uşağı olan qadınların ümumilikdə iş rejiminə dair də bir sıra güzəştlər nəzərdə tutulub. Hamilə və yaş yarımədək uşağı olan qadınlar, həmçinin 3 yaşındakı uşağını tək başına böyüdən valideynlər üçün həftə ərzində qısaldılmış iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır. Hamilə qadınlar, habelə 14 yaşına çatmamış yaxud 18 yaşındakı əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərzələri ilə işə götürən natamam iş vaxtı müəyyən etməlidir. Yaş yarımına çatmamış uşağı olan qadınlara istirahət və yemək üçün verilən fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Göründüyü kimi qanunvericilikdə müəyyən qrupların gecə işlərinə cəlb edilməsinə məhdudiyyətlər və əlavə tələblər qoyulub. Bununla işçilərin hüquqlarını qorunması nəzərdə tutulur. Ancaq bu tənzimləmələrə əməl olunub-olunmaması isə işə götürənin məsuliyyətindən də asılıdır. Odur ki, vətəndaşlar bu məsələdə üzləşdikləri çətinliklərlə bağlı qanunun tələblərinə uyğun olaraq öz hüquqlarını tələb edə bilərlər.